Ayhanım, həmişə siz stadionlarda görək. Nə yaxşı belə soyuq, şaxtalı havada Şamaxıya, Qarabağın oyununa. Vallahi hamı bilir ki, mənim dədə babam hamı Şamaxıda, biz Sarıtorpaq məhəlləsindənik. İndi bir iki gün boş idim, gəlmişdim. Dedilər futbol var, futbol olanda gəlirəm, baxıram. Özdə mənim üçün bilirsiniz ki, bu doğma komandadır. Amma Qurban qardaşımın da komandası mənim üçün, o da mənim doğma komandamdır. İndi bilirsiniz də onun axır günlər çox belə qayğılıdır. Niyə görə qayğılıdır? Çünki mən bir söz deyim, konkret deyə bilərəm. Bu paxıllıq bu milleti qıracaq. Mən onu deyə bilərəm. Başqa heç nə deyə bilmərəm. Çünki əgər Qurbanın paxıllığı. Yoxsa? Qarabağın paxıllığı, üzr istəyirəm. Çünki əgər bir komanda, bir klub sənin adını dünyada şöhrətləndirirsə, ona şərait yaratmaq lazım, bilirsiniz. Siz baxın da, mən indi düzdə o qədər böyük mütəxəssisat deyiləm, öz sahimin mütəxəssisiyəm. Amma baxın, fevral ayında Qarabağın nə qədər sıx qrafika. Axı buna kömək eləmək lazımdır. Bu oyuncular, bunlar canları dəmirdən döyür bunlar. Qazla işləmirlər, işıqla işləmirlər. Mən çox üzr istəyirəm. Yeri gəlmişkən elə Neftçiyə müraciət eləmişdi Qarabağ oyunun təxirə salınması. Valla mən elə komanda tanımıram, üzr istəyirəm. Bağışlayın mənə, üzr istəyirəm. Neftçi adında. Üzr istəyirəm sizdən. Yəni bu elədiyi əmələ görə, yoxsa ümumiyyətlə? Ümumi belə əməl olmaz. Mən belə əməldən xoşum gəlmir. Gərək bilirsiniz, hamı bir-birinə gərək dost olsun, qardaş olsun. İndi yəni, siz özünüz məndən də gözəl bilirsiniz ki, bu oyuncu istirahət eləməlidir. Bu insan deyə bilirsiniz, bu hələ yolu bilirsinizmi? Məndən də yaxşı bilərsiniz ki, neçə kilometr getməlidir. İndi Newcastle getməlidir. Sonra getməlidir. Yəni bilirsiniz, ümumiyyətlə Azərbaycan xalqı bir-birinə qayğılı olsa, paxıllıq olmasa, o bütün sahələrdə inkişaf eləyər, elə incə sənətdə də. Mən zövq aldınız bugünkü oyundan, bu dumanlı hava şəraitində, yoxsa sizcə təxirə salına bilərdi? Mənə belə gəlir ki, Biz bugün oyun görmədik. Bilirsiniz, mən sizə bir söz deyim də, gərək bunu oyunu təşkil eləyənlər, əgər görürsə hava şəraiti bu cürdür, bu oyun gərək bugün olmayaydı. Mən bunu açıq Siz futbol gördünüz, topu görürdünüz. Mən ancaq şəhərin bu tərəfində dayanmışdım, isti çay içirdim ki, əsəbləşməyim ona görə. Amma belən ki, futbol yox idi. Yəni bunu təşkilatçılar çox aşağı səviyyədə təşkil edir və bunu da tələb eləyirlər ki, oynaması gücün. Axı yoxdur şərait. Bu oyuncu, mən məsələn əvvəlcən ancaq üzr istəyirəm sizə deyim, səmimi deyim ki, mən oyuncuları görürüm, mən topu axtarırdım, topu görmürdüm. Topu tapanmırdım. Oyuncularında bəzilərini sonra məni çaşdırıb ki, orada oyuncularda da bir qırmızı nəydə butsu vardı. Mən bildim topudur. Sonra gördüm bir topudur. İlham mənim, çempionatın gedişinə necə nəzər yetirirsiniz? Sabah bilirsiniz güclənib, liderliyi alıb Qarabağın əlindən, kifayət qədər inamlı təsir. 4 xal heç nə demir Qatalanın. 4 xal heç nə demir. Sizcə Qarabağ keçəcək sabah? Mən bilmirəm onu deyə bilmərəm, amma 4 xal axı heç nə Qatalanın. Hələ heç nə bilinmir. Bu iş qaba. Əsas odur ki, Qarabağ gedib Azərbaycanın adını qaldırsın. Necə ki, bu günə kimi qaldırır, o kiçik büdcə ilə. Orada komandalar var, siz məndən də gözəl bilirsiniz. Axırdan ikincidir Qarabağ, Qayratdan sonra ən zəif büdcə. O öz yerində. Milyarddır komandanı, üzr istəyirəm. Komandalar var ki, milyarddır, yarım milyarddır. Bundan danışır. Bu kasıb bir klubdur, kasıb klubu Qurbana bu vəziyyətə gətirir. Allah ona can sağlığı versin. İlham mənim, yığma komanda bilirsiniz, Ayxan Abbasov başçılıq eləyir. Necə yanaşdınız buna? Çox yüksək yanaşıram. Ayxan elə oyunlara baxmışsınızsa, çox gözəl onun müdafiədən hücuma fazası çox yüksəksə, özü də tərbiyəli adamdır Ayxan, mən sizə deyim, abırlı adamdır. Yəni ona da müvəffəqiyyətlər arzu edirəm. Onun Şamaxıdan getməsi qayğılandırmır sizi? Qayğılandırır. Mən istəməzdim getsin. Ümumiyyətlə mən istəməzdim ki, Azərbaycanda gəlmə məşqçilər olsun. Mən onu istəməzdim. Millidə yəni, klublarda da yoxsa? Klublarda da. Elə millidə də klublarda da. Hamısı öz müşkilər. Özü müşkilər olsun. Niyə olmasın? Niyə gürcülərdə olur? Niyə başqalarında? Niyə bizdə olmuyor bunlar? Çox sağ olun. Çox sağ olun. Allah sizdən razı olsun.